Burada deyir ki, onda 7 sürət məxrəcindən kəsin hansı ədədləri çıxdıqda 3-də 2 kəsir alınır. Bunu variantlarından da getmək olar. Tutaq ki, 4-ü yoxlaya bilərik. Çıx 4 bərabərdir 6-da 3. İxtisar eləyirik, sözsüz eləyirik 2-də 1 alınmadı. 1-i yoxlasaq 7 çıx 1, 10 çıx 1 bərabərdir 9-da 6. İxtisar eləsək 3-də 2. Cavab 3-də 2-dir. Yəni rahat variantlarla tez gedib tapmaq olar. B variantı. Cavab 1 olur. Yəni 1 qoyanda doğrudan da burada 6 alınır, burada 9 alınır və cavab 3-də 2 olur. X ilə də məhsul da götürüb işləmək olar. Yəni qısa yolu budur. Yəni məhsulla da 7 çıx x, 10 çıx x bərabərdir. Neçə deyir? 3-də 2 alınır. Çarpaz vursaq 3-ü, 10-u vursaq 2-yə. 7 çıx x-i 3-ü vuranda elə 21 çıx 3x bərabərdir. 2-ni də vursa 10 çıx x elə 20 çıx 2x. Mənfi 3x o tərəfə atsaq, müsbət x bərabərdir. Mənfi 3x o tərəfə gedir, müsbət 3x. O 21-dən də 20 çıxanda eləyir 1. Yəni görürüz x yenə 1-dir də. Fərqi yoxdur. X-imiz 1 oldu.